sahibkar gərək öz biznesi üzərində fokuslansın. Yəni arxada olan proseslərin sayı nə qədər çoxdursa, o biznesin həm maya dəyərini artırır, həm də biznesdən fokusunu ayırır. Yəni bu da əvvəl danışdığımız bu bizneslərin uğur ehtimalını artırma məsələsində çox vacib amildir. Yəni yerli bazarda sahibkarlar çoxlu resurs xərcləyir administrativ tərəfə və biznesə yönlənmək üçün çox az resurs qalır. Yəni biz istər-istəməz vaxtımız limitlidir. Əgər mən 50% vaxtımı administrativ məsələlərə yükləsəm, istər-istəməz artıq 50% qalacaq ancaq biznes üçün. Bu 80% olsa deməli daha çox yeniliklər, daha çox məhsullar, daha çox fayda, daha çox artım. Vüqar bəy, mən özüm də bir sahibkar olaraq sizdən çox razıyam bu məsələdə. Yəni həqiqətən vaxtımızı çox sərf edirik biz bu məsələlərə. Hətta elə vəziyyət yaranır ki, bax indi özünü götürsəz, bu vergiləri götürsəz, bankdan nə sənəd almaq, bu tenderlər, bu mən prosta sadəcə olaraq anlamaqda çətinlik çəkirəm ki, bu rəqəmsallaşma dövründə hansında ki, hər şey bir yerdədir, informasiyanı sən bir yerdə ala bilərsənsə, mən hər yerə niyə yenidən sənəd verməliyəm, niyə yenidən nəsə verməliyəm?